İzahlarımıza davam edirəm. İndi isə dimdə 90 və 91-ci sualların izahını verəcəm. Bizə deyilir ki, verilmiş y funksiyasının qiymətlərinin hesablanmasına əsasən blok sxem qurulan zaman ən azı neçə şərt blokundan istifadə olunur? İlk öncə müəyyənləşdirək ki, bu bizim algoritm növlərinə budaqlanan algoritmə aiddir. İlk öncə tapılması üçün ən yaxşı qayda ədəd oxu üsulundan istifadə etməkdir. Necə edəcəyik? Deməli, ilk öncə blok sxemi qurulması üçün başlanğıc blokumuzu daxil edirik və bizə deyir ki, verilənlərin daxil edilmə blokuna x-imizi daxil edirik. X daxil etdikdən sonra burada bir ədəd oxu çəkirəm, gözümüzün qarşısında qalsın. Deməli, 0, 1, 2, 6 və s. qeyd olunur. Burada da həmçinin ədəd oxundan -1, -2, -3 və s. Baxaq, birinci şərtimiz nədir? X böyükdür 5. Şərtimizi yazıram. X böyükdür 5 şərti. Şərt blokunda yazıldı. Baxın, bu şərtdə X böyükdür 5 şərtində X-in yəni 5-dən böyük bütün qiymətləri gedəcək. Yəni bu şərtimiz X-in 5-dən böyük bütün qiymətlər üçün keçərlidir. Yəni 6, 7, 8 və s. bu şərtin içərisində getdi. Bu şərtimiz doğru olacaqsa, gəlib hansı hissə yerinə yetiriləcək? X kvadratı plus A. Yəni y bərabərdir x kvadratı plus A hissəsi yerinə yetirilir. Yəni bu şərtimin içərisində 5-dən böyük qiymətlər getdi. Mənə qalan nədir? 5 və 5-dən kiçiklər. Baxıram indi yox qolunda artıq mən hələ ikinci şərtimi yazmalıyam. Yox qolunda ikinci şərt blokuna ehtiyac var. İkinci şərt blokunda isə mənə nədir? X kiçikdir 1. X kiçikdir 1 şərti. X kiçikdir 1 bu şərtimizdə isə X-in 1-dən kiçik bütün qiymətləri keçərli olacaq. Yəni nə? 0 və mənfilər. Bu şərtimin içərisində getdi. Hə qolunda, yəni bizim X kiçikdir 1 şərti üçün bunların hamısı keçərlidir. Bu qiymətlərin hamısı burada bu hissəyə gedəcək. Hə qolunda gələcək y bərabər nəyi hesablayacaq? X kubu üstə gələk 3-a hesablanacaq. Baxıram ki, mənim burada ədəd oxumda hansı qiymətlər qalıb? 1, 2, 3, 4 və 5 qiyməti. Əlimdə qalan şərtim nədir? 1-dən kiçik, 1-in özü daxil deyil, 1-dən kiçik, 1-dən böyük və 5-dən kiçik və bərabər. 1-dən böyük, 5-dən kiçik və bərabərlərdə isə hansılar olacaq? Bu hissə olacaq. Yəni, nə deməkdir bu? Əlimdə qalan ədədlərin 1, 2, 3, 4, 5-dir, 1-in özü də daxildir. Amma şərtimdə 1-in özü daxil deyil. Yəni, əlimdə qalan qiymətlərlə son şərt bir-birini tamamlamadığına görə, üst-üstə düşmədiyinə görə mənim növbəti bir bloka ehtiyacım var. Yəni, növbəti bir dənə blok çəkməliyəm. Daha doğrusu, növbəti bir dənə şərt blokuna ehtiyacım var. Bunun üçün yenə şərt bloku qoyuram. Şərtimizi yazırıq. 1 kiçikdir x, o da kiçik bərabərdir 5 qiymətində. Bu şərtdə hansılar gedəcək? Bu şərtdə isə gedəcək. Deməli, 1-dən böyük və 5-ə bərabər olanlar. 1-dən böyük və 5-ə bərabər olanlarda isə hansı şərt hesablanacaq? X üstü 4 üstə gələk 2A qiyməti hesablanacaq. Əlimdə qalan qiymətim isə 1 olacaq. Bunun üçün artıq heç bir şərt bloku yoxdur. Yəni, heç nə yerinə yetirilməyəcək. Deməli, bizdə neçə dənə şərt bloku qurulacaq? 1, 2, 3 dənə şərt blokuna ehtiyacımız var. 3 dənə şərt blokuna ehtiyacımız var. Deməli, bildik ki, bu hesablama üçün y funksiyasının blok sxemini qurulan zaman ən azı 3 dənə şərt bloku istifadə olunacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.